Salam, dəyərli izləyicilər. 21 dekabr 2025-ci il tarixində Dəyər Yayımları tərəfindən keçirilmiş 11-ci sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının izahını verəcəm. İlk sualdan başlayaq. A natural ədəddir. 30 böl A, 45 böl A və 60 böl A kəsrlərinin hər biri naturaldır. 30 böl A, üstəlik 45 böl A, üstəlik 60 böl A cəminin ən kiçik qiymətini tapın. Cəmin ən kiçik qiymətini soruşduğu üçün buradakı toplananların hər biri minimum olmalı ki, nəticə olsun minimum. İndi baxırıq. 30 böl A, 45 böl A, 60 böl A natural verdiyi üçün deməli 30 da, 45 də, 60 da A-ya bölünür. Deməli A onların ortaq böləni olmalıdır. Onların da hər birinin minimum olması üçün A maksimum olmalıdır. Deməli bizə lazımdır ki, A bərabər olacaq verilən ədədlərin əbobu. Yəni əbob 30, 45, 60. Bu da bərabərdir. Baxan kimi görürəm ki, 15 ortaqdır. 15-i çıxardıram. Əbob 2, 3, 4. 2, 3, 4-ün ortaq vurğu olmadığı üçün əbobları olacaq 1. 15 vursun 1. Nəticə olacaq 15. Deməli, A 15 olanda nəticə minimum olacaq. Ona görə yazırıq. 30 böl 15 üstəgəl 45 böl 15 üstəgəl 60 böl 15. 2 üstəgəl 3 üstəgəl 4. Bu da bərabər 9. Yəni doğru cavabımız burada 9-a bərabərdir. Yəni doğru cavab burada C variantı. 62-ci sual. Və sualımız belədir. A-nın 5-ə nisbəti bərabərdir B-nin 2-ə nisbəti olarsa A kvadrat çıx B kvadrat böl AB ifadəsinin qiymətini hesablayın. Biz buradan görürük ki, A'mız 5K'dır, B'miz də 2K'dır. Aparıb yerinə yazsaq, 5K'nın kvadratı çıxılsın 2K'nın kvadratı bölünsün məxrəcdə 5K ilə 2K'nın hasili. Bu da bərabərdir. 25K kvadrat çıx 4K kvadrat bölünsün 10K kvadratına. Bu da bərabərdir. 21K kvadrat bölünsün 10K kvadrat. K kvadratlar burada ixtisar gələcək. 21-in 10-a nisbəti cavab olacaq 2,1. Yəni doğru cavabımız burada C variantı 2,1-ə bərabərdir. 63-cü sual və sual belədir. Ədədin 80%-ni tapmaq üçün bu ədədi hansı ədədə bölmək lazımdır? Yəni x-in 80%-ni tapmaq x-idir hansı ədədə bölmək deməkdir. Yəni bizdən y-i soruşur buradan. Y nəyə bərabərdir? Hər tərəfi mən x-ə bölsəm, burada 1, burada 1. 80 ilə 100 ixtisar olunur 20-yə. Burada 5, burada 4. Və buradan alınır ki, 4 y bərabərdir 5-ə. Y bərabərdir 1,25. Yəni doğru cavabımız burada C variantı 1,25-ə bərabərdir. Növbəti 64-cü sual. Paralleloqramın tərəfləri 6 cm və 10 cm, diagonallardan biri isə 4,13 cm olarsa, digər diagonalını tapın. Paralleloqramın diagonalları ilə tərəfləri arasındakı aşağıdakı münasibət doğrudur. D1-in kvadratı, üstəgəl D2-nin kvadratı, əvvəl 2 vurulsun A kvadrat plus B kvadrat. Burada D1, D2 diagonallar, A və B tərəflərdir. Diagonalın birini verib 4,3. Yazıram 4,13 daha doğrusu. 4,13-ün kvadratı. Üstəgəl D2-nin kvadratı. Bərabər 2 vurulsun. 6-nın kvadratı. Üstəgəl 10-un kvadratı. 4,13-ün kvadratı. 16 vur 13. Üstəgəl D2-nin kvadratı. Bərabərdir. 2 vurulsun. 36 da 100. 136. Görə burada nə alınır? 16-nı 13-ə vursaq, 16-nı 13-ə vursaq, 16-nı 13-ə vuranda 208 edir. 208, müdürüm səhv eləmədim. Üstəgəl D2-nin kvadratı bərabərdir. 2-ni 136-ya vuranda deməli 272. 272. Burada D2-nin kvadratı bərabər olacaq.
272-dən 208 çıxanda 64. D2 də bərabər çıxır buradan 8. Yəni doğru cavabımız burada C variantı 8-ə bərabərdir. 65-ci sual. Modul A A-ya bərabərdir. Modul A A-ya bərabərsə, deməli A-mız mütləq 0-dan böyük bərabər olmalıdır. Modul B-də B-dən böyüksə, deməli B-miz mütləq mənfi olmalıdır ki, modul B B-dən böyük olsun. Dedik, aşağıdakilərdən hansı həmişə doğrudur? Həmişə doğrudur, həmişə. C variantını deyə bilmərik. C variantını deyə bilmərik. Eyni zamanda B variantını deyə bilmərik. C variantını niyə deyə bilmərik? A 0 olanda, A 0 olanda 0 da ola bilər də. B variantı eyni şəkildə A 0 olanda 0 da ola bilər. Sonra Y variantını deyə bilmərik. Y variantını deyə bilmərik. Həmişə doğru olan burada D variantıdır. D variantı həmişə doğru olacaq. Çünki B mənfidir, qarşısında mənfi müsbətə çevriləcək. Artıq müsbətə də müsbətin cəmi artıq 0-dan böyük olacaq. Ona görə doğru cavabımız burada D variantı həmişə doğrudur. 66-cı sual. Radiusları 12 sm və 16 sm olan iki çevrənin mərkəzləri arasındakı məsafə 33 sm olarsa, bu çevrələrin qarşılıqlı vəziyyəti haqqında fikirlərdən hansı doğrudur? Baxırıq ki, mərkəzləri arasındakı məsafə radiusları cəmindən böyükdür. Deməli, bu çevrələr kəsişmir. Yəni, bir digərinin xaricində, ümumiyyətlə, ortaq nöqtələri yoxdur. Birinin radiusu 12 verib, 12. Digərində radiusunu bizə verib 16. Mərkəzlər arasındakı məsafə neçə bizə verib? 33. Deməli, bunlar kəsişmirlər. Bu məsafədə olacaq neçə? 12, 16, burada olacaq 5. Ona görə deyirik ki, çevrələr kəsişmir. Doğru cavabımız burada B variantındadır. Çevrələr kəsişmir. Üzr istəyirəm. Kəsişmir. Burada D variantında verilib. B-də yox, D-də verilib. Kəsişmir. Növbəti 67-ci sual. İfadəsinin qiymətini hesablayın. Məxrəcdə ilk ikisindən ortaq kökdəkini çıxarsam mütərizə xaricinə. Kökdəkini çıxarsam kökdə 3 çıx 1 qalır. Burada da mənfini çıxardıram. Kökdə 3 çıx 1. Baxıram kökdə 3 çıx 1 ortaqdır. Kökdə 3 çıx 1-i çıxardıram mütərizə xaricinə. Kökdə 2 çıx 1. İndi baxırıq ki, bu məxrəcdədir də. Kökdə 3 çıx 1 ilə kökdə 3 çıx 1 gələcək. Qalacaq 1 bölünsün kökdə 2 çıx 1. Bu da sözə məxrəcin qoşmasına vursaq. Məxrəcin qoşması kökdə 2 plus 1 yaza bilərik. 1 vur kökdə 2 plus 1. Kökdə 2 çıx 1. Kökdə 2 çıx 1. Bu da bərabərdir. Sürət dəyişməyəcək. Kökdə 2 plus 1 qalacaq. Məxrəc müxtəsər Roma düsturudur. Birincinin kvadratı çıx ikincinin kvadratı. 2 çıx 1. Kökdə 2 plus 1. Bu da bərabərdir. Kökdə 2 plus 1-in 1-ə nisbəti nəticə olacaq kökdə 2 plus 1. Yəni doğru cavab burada Y variantında verilib. Kökdə 2 plus 1-ə bərabər doğru cavab. 68-ci sual. Çəlləyin 1/3 su ilə doludur. Bu çəlləyə 23 litr su əlavə etsək, yarısı dolar. Yarısı dolar. Çəllək neçə litr su tutur? Çəllək x litr su tutsa, x litr deyirəm. Deməli, bunun 1/3 su ilə doludur. Bunun üzərinə mənə 23 litr su gəlsə, çəllərin yarısı, yəni x-in 2/1 də olacaq. İndi hər birini 6-ya vursam, birincini 6-ya vuranda 2x, ikincini 6-ya vuranda 138, sağ tərəfdə 6-ya vuranda 3x. Buradan alınır ki, x bərabərdir 138. Yəni 2x-i sağa keçirdim, x alınır. X 138. Demək, çəllək 138 litr su tutur. Doğru cavabımız burada A variantında verilib. 69-cu sual və sual belədir. ABC üçbucağında CD bərabərdir 2BD-yə, 3AY 2YC bərabərdir. 3AY 2YC. Baxaq, CD 2BD-dirsə, mən A desəm, CD olacaq 2A. Bunu bildik. Sonra 3AY-ni bizə verib,
3AY'ni bizə verib 2YC. Demək, buradan görünür ki, AY 2K'dırsa, YC də olacaq 3K. 3K. Deməli, AY 2K'dır. YC də 3K. İndi bizə deyir ki, BYD üçbucağının sahəsi 6 olarsa, ABC üçbucağının sahəsini tapın. Əvvəlcə nəyə baxıram? BYC üçbucağına baxıram. Y təpəsindən çəkilmiş hündürlük həm BD çəkilib, həm də DC çəkilib. Ona görə də bu hündürlük eyni olduğu üçün BDY üçbucağının sahəsi ilə DYC üçbucağının sahələri nisbəti elə oturacaqların nisbəti olacaq. Ona görə də yazırıq ki, 6'nın SDYC nisbəti bərabər tərəflərin nisbəti. A-nın 2A nisbəti. Deməli, SDYC bərabər olacaq buradan 12. Buranı tapdıq 12. İndi isə baxırıq nəyə? İndi isə baxırıq ABC üçbucağına baxırıq. Baxırıq ki, burada BYC-nin sahəsi 18-dir. BYC-nin sahəsi 18-dir. B təpəsindən çəkilmiş hündürlük də burada eyni olacaq. B təpəsindən çəkilmiş hündürlük. Həm burada bu hündürlük tam çəkilən, buna da hündürlük kimi düşünsək. Baxaq ki, bu hündürlük eynidir. Həm elə bir ki, YC çəkilib, həm də AY. Ona görə yenə sahələrin nisbəti tərəflərin nisbəti olacaq. Ona görə yazırıq ki, S üçbucaq BYC-nin sahəsi bölünsün S üçbucaq AYB-nin sahəsi bərabərdir BYC. Deməli, uyğun tərəflərin nisbəti 3K-nın 2K-ya nisbəti. İndi BYC-nin sahəsi 6-dan 12-nin cəmi 18-dir. 18. Deməli, SAYB də buradan çıxacaq. K-lar ixtisar gələcək. 2 dəfə 18, 36, 3-ə böləndə 12. Deməli, burada 12. Buranı tapdıq 12-yə bərabər. İndi bizə ümumi ABC üçbucağının sahəsini soruşur. 12, 12, o da 6, 30. Doğru cavabımız B variantı. 70-ci sual. Təpə nöqtəsi 0,9 olan parabolanın OX oxunu kəsdiyi nöqtələrdən biri 3,0'dır. Bu parabolun tənliyi aşağıdakilərdən hansıdır? Deməli, parabolun təpə nöqtəsi MN verilibsə, parabola y bərabərdir A vurulsun x m'in kvadratı üstəl n formasındadır. Təpə nöqtəsini verib 0,9. Yerinə yazsa, y bərabər olacaq ax kvadrat üstəl 9. Bunu yazdıq. İndi deyir ki, parabola OX oxunu 3,0'da kəsir. Yəni, x 3 olanda y 0 olur. Yerinə yazaq. 0 bərabərdir A vur 3'ün kvadratı plus 9. 9A plus 9 bərabərdir 0'a. Hər tərəfi 9'a bölsək, A plus 1 bərabərdir 0. A çıxır -1. A-nı tapdıq -1. Deməli, y bərabər olacaq. -x kvadrat plus 9. -1'i yerinə yazdıq. -x kvadrat plus 9. Deməli, doğru cavabımız olacaq Y variantı. 9x kvadrat. 71-ci sual. Y bərabərdir 2x plus 3 funksiyasının qiymətlər oblasını tapın. Yəni, qiymətlər oblası, yəni y-ni ala biləcəyi qiymətləri soruşur. Baxırıq. Burada xətti funksiyadır. X burada istənilən qiyməti alır. X istənilən qiyməti alır. Qüvvəti tək olduğu üçün yenə mənfi sonsuzluq, müsbət sonsuzluq arasında olacaq. 2'yə vursaq, yəni nəticə dəyişməyəcək. 3 gəlirsə, nəticə dəyişməyəcək. Ümumiyyətlə, xətti funksiyanın həm təyin oblasıdır, həm də qiymətlər oblasıdır. Mənfi sonsuzluq, müsbət sonsuzluğa bərabərdir. Qrafik çəkəndə daha rahat görünür. 72-ci sual. Düzgün 12 bucağının bir daxili bucağı neçə dərəcədir? Bu tip sualları yazmaq üçün ən rahat yol nədir? Bir xarici bucağı tapırıq. 180'dən də xarici bucağın dərəcə ölçüsünü çıxırıq. Bir daxili bucağı verir. Yəni, o birisi düsturla uzun uzadı yazmaq üçün. Ümumiyyətlə, çox bucağın xarici bucaqlarının cəmi 360'dır. Yəni, düzgün olduğu üçün hər bir xarici bucaq eynidir. 360 dərəcəni bölürəm 12'yə. Bizə verir 30 dərəcə. 30 dərəcə bir xarici bucaqdır. Xarici bucağın ona qonşu olan daxili bucağın cəmi 180'dir. Deməli, digəri də olacaq neçə? Daxili bucaq olacaq 150 dərəcə. Doğru cevabımız D variantı. 73-cü sual.
Y bərabərdir x düz xəttinə nəzərən 2, 5 nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. X düz xəttinə nəzərən deyirsə, bunlar yer dəyişəcək sadəcə. Yəni, olacaq cavab 5, 2, Y variantı. Mənfi x desəydi, həm yer dəyişəcəkdi, həm də işarə dəyişəcəkdi. 74-cü sual. A parametrin hansı qiymətində tənlinin həlli yoxdur? Baxırıq, tənlimiz xətti tənlişdir. Ona görə yazırıq AX çıx x çıx 3x bərabərdir 8. Burada bərabərlik işarəsi var. Bərabər 8 yazırıq. Burada da alınır ki, A çıx 1 çıx 3 vur x bərabərdir 8. A çıx 4 vur x bərabərdir 8. Burada görünür ki, A 4 olmalıdır. A 4 olanda nə alınacaq? 0 vur x bərabərdir 8 alınacaq. Burada da heç bir x bunu ödəməyəcək. Deməli, A-nın 4 qiymətində tənliyin həlli olmayacaq. Keçək növbəti 75-ci sual. Və sual belədir. ABC üçbucağında BD tən bölən, BDC 108 dərəcə, AC BC bərabərdir deyir. Deməli, bu bərabər yanlış üçbucaqdır. Bura alfa desəm, burada alfadır. İndi AC ilə BC bərabər olduğu üçün B bucaqdan A bucağa indir. Deməli, bura olacaq 2 alfa. İndi üç bucaqdan yaza bilərik ki, xarici bucaq 108 dərəcə ona qonşu olmayan daxili bucaqların cəmidir. Yəni, alfa ilə 2 alfanın cəminə bərabərdir. ABD üç bucaqdan yazdım. 2 daxili bucağın cəmi onlara qonşu olmayan xarici bucağı verir. 3 alfa 108-ə bərabərdir və alfa ilə bərabərdir 36 dərəcə alındı. Alfa 36 dərəcədir. İndi baxaq. Alfa 36-dırsa, bura 36 yazsam, deməli, burada olacaq 36. Bizdən ACB buranı soruşur. Doğru cavab 36 dərəcə bərabərdir. Yetmiş 6-cı sual. Çox hədəsin dərəcəsini tapın. Burada böyük ihtimal x kubudur. Tam oxunmur. Bir dəqiqə mən bir yerdən buna baxım. Böyük ihtimal x kubu olacaq. Sadəcə yenə dəqiqləşdirək ki, həll səhv getməsin. Deməli, 76-cı sual açılsın, baxaq. Bəli, x kubudur. X kubu. Deməli, x kubu çıx 4x kvadrat üstə gəl 3x çıx 1 üstü 4. Dərəcə soruşduğu üçün ən yüksək dərəcəni götürəcəm burada. X kubu. X kubu. Onun da 4-cü qüvvəti olacaq x üstü 12. Ona görə çox həllin dərəcəsi olacaq 12. Doğru cavabımız burada 12 bərabərdir. 77-ci sual. 12-ci və 8-ci həllərin fərqi A12 çıx A8 verib 56. Ədəd hissənin sizdə fərqi. Yəni, birinci soruşur. A12-dən A8 çıxanda bizə verəcək 4D. 4D 56-dırsa D olacaq 14. Yəni, doğru cavab burada 14-ə bərabərdir. 78-ci sual. Natural ədədin 2 misli ilə yarısının cəmi 15-dən kiçik deyil. Natural ədəd deyirəm x. Natural ədəd olsun x. Natural ədədin 2 misli ilə yarısının cəmi 15-dən kiçik deyil. Yəni, nə deməkdir? 15-dən böyük bərabərdir. Hər birini 2-yə vursam, 4x plus x böyük bərabər 30, 5x böyük bərabər 30-a, x də böyük bərabər neçə? 6. Deməli, ən azı neçədir? Ən azı
6'dır. Bu ədəd ən azı 6 olmalıdır. Doğru cavab burada 6'ya bərabərdir. 79-cu sual və sual belədir. Fx funksiyası bizə verib. Fx bərabərdir. Ax kvadrat çıx 2x çıx 6a. Buna da baxaq. Tam yaxşı görünmür. Səhv eləmiş ola bilərəm. Deməli, ax kvadrat çıx 2x çıx 6a. Bəli. Və gx funksiyası da bizə verib. Eyni zamanda x çıx 1 şəkildə. Deyir, funksiyaları verilmişdir. F3 sıfırdır. F3. Yəni, fx funksiyasında x-in yerə 3 yazanda 0 alınmalıdır. X-in yerə 3 yazsaq, a vur 3-ün kvadratı, çıx 2 vur 3, çıx 6a. Bərabər nə? 0 alınacaq. 9a, çıx 6, çıx 6a bərabərdir 0. 3a bərabərdir 6-ya, a alınır 2. A-nı tapdıq 2. Deməli, fx funksiyamız olacaq 2x kvadrat çıx 2x çıx 6 vur 2, yəni 12. Yəni fx-i belə yaza bilərik də. Artıq a-nı yenə 2 yazanda 2x kvadrat çıx 2x çıx 6 vur 2, o da 12. İndi deyir ki, fcx funksiyasının qrafikin təpə nöqtəsinin absisini tapın soruşur. İndi mən belə edirəm. Deməli, fx-i yazıram bu şəkildə. fx. Yəni, fcx. Yəni, cx yazmalıyım. Cx nə demək? X çıx 1. X-in yerə x çıx 1 yazmalıyım. Olacaq 2 vur olsun. X çıx 1'in kvadratı çıxılsın 2 vur olsun. X çıx 1 çıx 12. Bu da olacaq 2 vur olsun. X kvadrat çıx 2x plus 1. Çıx 2x plus 2. Çıx 12. Burada alınır ki 2x kvadrat çıx 4x çıx 4x çıx 4x üstə gəl 2 çıx 2x plus 2 çıx 12. Bu da bərabərdir 2x kvadrat çıx 6x çıx 6x çıx 8. Bu bizə verir fcx funksiyasını verir. İndi bunun təpən nöqtəsinin absisini soruşur. Təpən nöqtəsinin absisi n bərabərdir. Mənfi b bölü 2a'ya bərabərdir. Mənfi b x-in əmsalı mənfi 6'dır. 2a. A-da x qatının əmsalı o da 2'dir. 6'nın 4'ə nisbəti 1,5. Yəni doğru cavab burada 1,5'ə bərabərdir. 80-ci sual. ABC üçbucağında ABC üçbucağının daxilində tərəfləri ABC üçbucağının tərəflərinə paralel olan DYC üçbucağı çəkilmişdir. Deməli, bunlar oxşar üçbucaqlar olacaq. Tərəfləri üçbucağın tərəflərinə paralel isə deməli, bucaqlar hamısı eynidir. Bunlar oxşar üçbucaqlar olacaq. Oxşar üçbucaqlardırsa, məsələn, iş bitdi. Oxşarlar əmsalını tapacağıq. Ona da iş bitəcək. Əvvəlcə, mən DEF üçbucağının sahəsini tapıram. SDEF bərabərdir. DY vur DF vur sinus 45 dərəcə. Bölünsün 2. 6 vur 8. Sinus 45 köşdə 2 bölü 2'dir. O da bölünsün 2. Bu da olacaq neçə? Deməli, 6'nı 8'ə vursaq 48. 48, 12 köşdə 2. İndi isə oxşarlıq əmsalına baxırıq. Oxşarlıq əmsalı K bərabərdir. Oxşarlıq əmsalı deməli, uyğun tərəfləri bölməliyəm. 12 böl 8. Yəni, B bucağı ilə Y bucağının qarşılarının nisbətlərinə baxmaq lazımdır. Bu da eləyir 3 böl 2. Deməli, sayıların nisbəti olacaq o zaman. S, A, B, C bölünsün S, D, Y, F. Bərabər olacaq K kvadratı. S, A, B, C bölünsün D, Y, F 12 köşdə 2'dir. 12 köşdə 2 bərabər K kvadrat. 9 böl 4. Deməli, S, A, B, C buradan bərabərdir. Deməli 12'dən 4 ixtisar gələcək. 3. 3 köşdə 2 vur 9. 27 köşdə 2. Bizdən rəngləmiş hissəni soruşur. 27 köşdə 2'dən çıxmalıyam. 12 köşdə 2'ni. Nəticə olacaq 5 köşdə 2. Yəni doğru cavabımız burada 5 köşdə 2'yə bərabərdir.
81-ci sual. Və sual belədir. ABC üçbucağında D'ye AC paralel, BD YC bərabərdir deyir. BD YC bərabərdir. Demək bura 9'dur. AD 4'dür. O zaman burada 4 olacaq. 4. Ümid edirəm ki, paralelə oxşayır. Baxaq. Səhv ola bilər orada. Bəli, BD YC bərabər verib. Sonra D'ye AC-nin cəmini verib 32. D'ye parçasının uzunluğunu soruşur. Burada sadəcə bunu görmək lazımdır ki, D'ye AC paralel olduğu üçün və B'ye də YC bərabər olduğu üçün deməli Y orta nöqtədir. Y orta nöqtə olduğu üçün, daha doğrusu belə deyək, Y'də orta xəttdir. Çünki Y'nin orta nöqtə olduğu buradan görünür. 9, 9. Y orta nöqtədir. Y'də də AC paralel olduğu üçün deməli D də orta nöqtədir. Deməli Y'də orta xəttdir. Mən bura X desəm, bura olacaq 2X. Orta xətt paralel olduğu tərəfin yarısıdır. İndi bizə də deyir ki, DY ilə AC-nin cəmi DY. Yəni X ilə 2X-in cəmini bizə verib 32. 3X 32'ye bərabərdir. X olacaq 3'də 32. 3'də 32. Bizdən DY-ni soruşur. Yəni 3'də 32 olacaq. Cavab olacaq 3'də 32. Doğru cavabımız burada da 3'də 32'ye bərabərdir. 82-ci sual. Paralel köçürmədə 1-2 nöqtəsi uzları 3,6, -2,5 və 1,8, 5,3 olan nöqtələri olan parçanın ortasından keçərsə, deməli C nöqtəsi, 1-2 nöqtəsi bu iki parçanın orta nöqtəsindən keçir. AB-nin orta nöqtəsinə bir dənə M desəm, M'in koordinatları olacaq A ilə B'nin koordinatları cəminin yarısı. Yəni X olacaq X'lərin cəminin yarısı. 3,6, 1,8, 5,4 cəmin yarısı 2,7. Sonra -2,5, 5,3, 2,8, yarısı 1,4. İndi bizə deyir ki, D 6,4, 7,5 hansı nöqtəyə keçər? Mənə Y deyirəm. X baxın 1 idi, olub 2,7. 2,7. 1,7 var artıb. 6,4 ise olacaq 8,1. 8,1. 2'dən düşüb 1,4'ə. Yəni 0,6 azalıb. 0,6 azalsa 6,9 olacaq. Yəni doğru cavabımız bu olacaq. 83-cü sual. Və sual belədir. İlk n həddinin cəmi S-n bərabərdir. 2n kvadrat çıx 5n olan ədəd sisteminin birinci və 9-cu hədlərin cəmini tapın. Birinci və 9-cu hədlərin cəmi. S1 A1'ə bərabərdir. 2 vur 1'in kvadratı çıx 5 vur 1. Cavab olacaq -3. İndi 9. 9-cu hədd bərabərdir. İlk 9 həddin cəmindən çıxmalıyam. İlk 8 həddin cəmini çıxmalıyam. Deməli 2 vur 9'un kvadratı, 5 vur 9. Bundan çıxmalıyam. 2 vur 8'in kvadratı çıxılsın 5 vur 8. İndi bu ikisini bir qruplaşdıracağım. 2 vurulsun 9'un kvadratı çıx 8'in kvadratı. Çıxılsın 5 vur 9 çıx 5 vur 8. 5 vur 8. Bunları bir qruplaşdıracağım. 9'dan 8'in fərqi 1'dir. 98'in cəmi isə 17'dir. 2'ye vuranda 34. Çıxılsın. Burada məlum məsələ 5 edəcək. Bu da olacaq neçə? 29. 29'la da -3 toplasaq cavab olacaq 26. Yəni doğru cavabımız burada 26'ya bərabərdir. 84-cü sual. Tənliklər sistemi verilmişdir. Kökləri X-in və Y-in qiymətinə bərabər olan kvadrat tənlik qurun. Deməli, əvvəlcə bu tənliklər sisteminin həllini tapmalıyam. Həllini. Nə edirəm? Yuxarıdakını 2'yə vururam. 4x üstəgəl 10y bərabər 26. Aşağıdakını 5'ə vururam. 15x çıx 10y bərabərdir -45. İndi isə toplayacağım. 19x irilər islah olunacaq. Bərabərdir -19'a. X olur -1.
X-in yerə -1 yazsaq olacaq -2. Deməli, y-də olacaq neçə? Y-də olacaq 3. Y-də 3. Deməli, kökün biri -1-dir, digəri isə 3-dür. Yəni, kökləri -1 və 3 olan kvadrat tənlik qurmalıyıq. Bunların cəmi lazımdır. Cəmləri 2. Bir də hasilləri lazımdır. Hasilləri isə -3-dür. Cəm 2, hasil -3, x kvadrat çıx 2x çıx 3 bərabər 0. Kvadrat tənlimiz olacaq bu şəkildə. Yəni, çevrilmiş kvadrat tənlik bu şəkildə olacaq. Növbəti və sonuncu sualımız. Bərabərsinin tam həllərin cəmini tapın. Orta məxrəc x plus 5-dən x çıx 1-in hasilidir. Yazırıq x plus 5, x çıx 1. Birinci məxrəcinə bölsəm x çıx 1 qalır. Sürətə vursam x çıx 1-in kvadratı. Çıxılsın, ikinci məxrəcinə bölsəm x plus 5 qalır. Sürətə vursam ilə x plus 5. x plus 5. Sigir 0. İndi mötərizəni açsaq sürətdə x kvadrat çıx 2x plus 1 çıx x çıx 5. x plus 5, x çıx 1. Sigir 0. İndi sürətdə alınır x kvadrat çıx 3x çıx 4. Bölünsün x plus 5, x çıx 1. Sigir 0. Sürəti belə yazırıq. X çıx 4, x plus 1. Bölünsün x plus 5, x çıx 1. Bu ikisi 0. İndi əldə oxu çəkirəm. Kökləri qeyd edəcəm. İndi ciddi bərabərsizlik olduğu üçün heç biri daxil olmayacaq. Kökün biri 4-dür. Boşluq içindədir. Sonra 1-dir. Boşluq içindədir. Sonra -1 yenə boşluq içindədir. -5 yenə boşluq içindədir. 4-ün sağında x-in ilə 5 yazsam müsbətdir. Bu artıq növbələşəcək. Hamısının dərəcəsi təşkildir. Bu növbələşəcək bu şəkildə. Müsbət, mənfi, müsbət. İndi mənfi lazımdır. Mənfi olan yer -5, -1. Bir də birləşir 1, 4 hissəsidir. Tam həllərin cəmi. Tam həllər -4-dür. Tam həllərin cəmi -4, -3, -2, -2. Sonra 2, bir də 3. Bunlar sıfıra gedəcək, bir yapılacaq, qalacaq -4. Yəni, tam həllərin cəmi olacaq -4. Sualların izahı bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi unutmayın.